Mən İslama baxanda birinci Sünni İslamı ilə qarşılaşmışdım. Mən doğrudan da elə bir faciə ilə qarşılaşmamışdım. Mən İmam Hüseyn haqqında öyrənəndə, onun Kərbalada başına gələnləri biləndə, o məni titrətdi. Bildiyiniz kimi, İmam Hüseyn öz ailəsinin çoxunu itirdi. Onun başı kəsildi. Onun körpə uşağı öldürüldü. Bütün bu şeylər hamısı birdən baş verdi. İmam Hüseyn əleyhissalam, İmam Həsən əleyhissalamdan sonra vilayətin qanuni varisi idi. Mən buna baxdım və dedim ki, siz bu haqda necə danışmaya bilərsiniz? Bu niyə insanlara göstərdiyiniz şeylərdən birincisi deyil? Öz-özümə düşünürdüm ki, əgər xristianlar İmam Hüseynin başına gələnlər haqqında bilsələr, onlar həmən vaxt İslama gələrlər. Bu səmimi deyim ki, həqiqətən də mənim üzümə qapıları açdı. Mən Kərbalada baş verənləri öyrənəndə dedim ki, hə, doğrudan da bu böyük bir şeydir. Mən bunun bir hissəsi olmalıyam. Mən İmam Hüseyni xatırlamalıyam. Onun haqqında danışmalıyam. Kərbalada baş verənləri öyrəndikdən sonra öz-özümə maraqlanırdım ki, bu barədə daha nəyi bilmirəm. Daha nə gizlədilir, haqqında danışılmır. İndi bu haqda daha çox şey bilmək istəyirəm. Çünki niyə Peyğəmbərin böyük nəvəsi İslam ümmətinin bir üzdəniraq lideri tərəfindən qətlə yetirilir və bu barədə danışmırlar. Xüsusilə də İslam ümmətinin rəhbəri edib bunu və sən bunun haqqında heç nə demirsən. Burada nə isə tarixlə bağlı bəzi problemlər davam edir. Mən İslam tarixini araşdırmağa başladım. Peyğəmbərin ailəsi haqqında öyrənməyə başladım. Çünki bildiyiniz kimi təzəcə İmam Hüseynin qətlə yetirilməsini öyrənmişdim və bilmək istəyirdim ki, Peyğəmbərin ailəsində daha nələr baş verib. Sünnilərin şiələr haqqında danışdığı mühazirələrdən eşidirdim ki, deyirdilər ki, şiələr şişirdirlər və onlar ancaq Peyğəmbərin ailəsini sevdilər. Mən öz-özümə düşünürdüm ki, onların bu şiddətli sevgisinə səbəb olan nədir? Beləliklə mən araşdırdım və İmam Əli əleyhissalam haqqında məlumatlarla rastlaşdım. İmam Hüseyn məni Şiə İslamına gətirdi və İmam Əli həqiqətən məni buna daha da bağladı. İmam Əli və onun haqqında olan bütün hədislər həqiqətən də çox heyrətamiz idi. Mən sadəcə başa düşmürdüm ki, niyə bunun haqqında danışılmır? Bu gerçəkdən məni daha da dərinə apardı. İmam Əlidən sonra mən bütün Əhl-i Beyti təhlil etməyə başladım. Bununla da mən dedim ki, hə, indi mən ikinci şəhadətimi gətirməliyəm. İndi dedim ki, Əliyən Vəliyullah.